Salam əziz şagirdlər. Bugünkü mövzumuz uzunluqdur. Hazırsınızsa gəlin başlayaq. Dərsdə öyrənəcəyik təxmini ölçü vahidləri, uzunluq vahidləri, məsələ həlli, tapşırıqlar. Lalə və sinif yoldaşları zooparka ekskursiyaya getmişdilər. Onlar zürafənin qəfəsinə yaxınlaşdılar. Qəfəsin yanında asılmış lövhədə yazılmışdı. Zürafənin boyu 5 metrdir. Lalə metrin nə olduğunu bilmədi. Gəlin mövzunu öyrənək və Laləyə kömək edək. Təxmini ölçü vahidləri. Uşaqlar, təxmini ölçü vahidləri bunlardır. Barmaq, ayaq, qulac, qarış və addım. Barmaq, bir barmağın eyni qədər olan uzunluğa deyilir. Ayaq, baş barmağı ilə topuq arasındakı uzunluğa bərabərdir. Qulac iki qolumuzu açdığımızda iki qolun barmaq ucları arasındakı uzunluğa deyilir. Qarış, əlin baş barmağı ilə çeçələ barmağı arasındakı uzunluğa bərabərdir. Addım, bir addım atdığımızda öndəki ayağımızın və arxadakı ayağımızın ucları arasındakı məsafə addım adlanır. Uşaqlar, İnsanlarda əl, ayaq, bədən ölçüləri müxtəlifdir, fərqlidir. Və buna görə də kiminsə əli ilə hər hansı bir əşyanın uzunluğu 4 qarış, başqa birinin əli ilə 5 qarış ola bilər. Yəni, ölçülər fərqli olduğuna görə qarışla, ayaqla, barmaqla və s. ölçdükdə əşyanın uzunluğunu, uzunluq fərqli olacaq. Buna görə də bu ölçü vahidləri təxmini ölçü vahidləri adlanır. Qədimdə bu ölçü vahidlərindən daha çox istifadə edirdilər. İndi isə daha çox dəqiq ölçü vahidlərindən istifadə edirik. Uşaqlar, gəlin belə bir nümunəyə baxaq. Samir stolun uzunluğunu addımla ölçməklə bir addım olduğunu müəyyən etdi. Sizcə, stol və lövhənin uzunluqları Samirin addımları ilə təxminən neçə addım olar? Uşaqlar, gəlin şəklə diqqətlə baxaq. Deməli, Samir stolun uzunluğunu addımla ölçüb və müəyyən edibdir ki, stolun uzunluğu bir addımdır. Sizcə, bu stol neçə stolun uzunluğuna bərabər olar? Təxminən 3 stol uzunluğunda olar. Yəni, stolun uzunluğu təxminən Samirin addımları ilə 3 addım olar. Lövhənin uzunluğuna baxaq. Lövhənin uzunluğu stolun uzunluğundan daha çoxdur. Yəni, stolun uzunluğu ilə ölçsək, təxminən lövhənin uzunluğu neçə stol uzunluğuna bərabər olar? Təxminən 4 deyək. Yəni, Samirin addımları ilə 4 addım olar. Uzunluq vahidləri. Uşaqlar, uzunluq vahidləri bunlardır. Millimetr, santimetr, desimetr, metr və kilometr. Uşaqlar, biz bilirik ki, 1 santimetr 10 millimetrə bərabərdir. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 1 santimetr bərabərdir 10 millimetr. Gəlin verilmiş əşyaların ölçülərini müəyyən edək. Qarışqanın ölçüsü 1 santimetrdən 1 millimetr kiçikdir. Yəni, 10 millimetrdən 1 millimetr az. Yəni, 9 millimetrdir. Qısqacın uzunluğuna baxaq. 2 santimetrdir. Və yaxud da 20 millimetr. Əgər millimetrlə ifadə etsək, 20 millimetr. Karandaşın uzunluğuna baxaq. Karandaşın uzunluğu 10 santimetrdir. Uşaqlar, 10 santimetri biz millimetrlə ifadə etsək, 10 santimetr bərabərdir 100 millimetr olar. Uşaqlar, bəzən əşyaların uzunluğunu santimetrlə ölçmək əlverişli olmur. Bu zaman biz metrdən istifadə edirik. 100 santimetr 1 metrdir. Uşaqlar, metr qısa şəkildə belə yazılır. Deməli, 1 metr bərabərdir 100 santimetrə. Gəlin verilmiş əşyaların uzunluğunu metrlə ifadə edək. Divanın uzunluğu 100, 200, 300. 300 santimetrdir.
İndi gəlin santimetrlə verilmiş uzunluğu biz metrlə ifadə edək. Santimetrlə verilən və sonunda 2 sıfır olan uzunluğu metrlə ifadə etmək üçün biz bu 2 sıfırı silə bilərik. Yəni 300 santimetr bərabərdir 3 metr. Başqa bir nümunəyə baxaq. Yük maşınının uzunluğu 100, 200, 300, 400, 500 santimetrdir. 500 santimetri metrə çevirmək üçün bu 2 sıfırı silərik. 500 santimetr bərabərdir 5 metr. Uşaqlar, gəlin əşyaların göstərilən ölçülərini santimetr ilə ifadə edək. Əvvəlcə qapıya baxaq. Qapının hündürlüyü 2 metrdir. 2 metri gəlin santimetrə çevirək. Biz bilirik ki, 1 metr bərabərdir 100 santimetrdir. Metrlə verilən uzunluğu santimetrlə ifadə etmək üçün sona 2 sıfır artırmaq olar. 2 metr bərabərdir 200 santimetr olacaq. Avtobusun uzunluğuna baxaq. Avtobusun uzunluğu 3 metrdir. 1 metr 100 santimetrdirsə, 3 metr də 300 santimetrə bərabər olar. 3-ün yanına 2 sıfır artırırıq. 300 santimetr. Küçə fənərinin hündürlüyü 5 metrdir. Gəlin indi 5 metri santimetrə çevirək. 5 metr bərabərdir 500 santimetr. Uşaqlar, bəzən ölçüsü 1 metrdən qısa olan əşyaların uzunluğu desimetrlə də ifadə olunur. Desimetr qısa olaraq belə yazılır. 10 santimetr 1 desimetrə bərabərdir. Yəni 1 desimetr bərabərdir 10 santimetrə. Gəlin gitaranın uzunluğunu desimetrlə ifadə edək. Uşaqlar, deməli, gitaranın uzunluğu 90 santimetrdir. 90 santimetr. Santimetrlə verilən və sonunda 1 sıfır olan uzunluğu desimetrlə ifadə etmək üçün sondakı bu 1 sıfırı silmək olar. Bərabərdir 9 desimetr. Gəlin indi çantanın hündürlüyünə baxaq. Çantanın hündürlüyü 60 santimetrdir. Biz 60 santimetri desimetrlə ifadə etsək, necə yazarıq? 60 santimetr bərabərdir 1 sıfırı silərik. 6 desimetr olar. Uşaqlar, bəs 1 metr neçə desimetr olar? Gəlin baxaq. Biz bilirik ki, 1 metr bərabərdir 100 santimetrdir. Və öyrəndik ki, 1 desimetr 10 santimetrdir. 100-də 10 onluq var, düzdür? Və yaxud da biz dedik ki, 10 santimetri desimetrə çevirmək üçün sondakı 1 sıfırı silirik. Burada 1 sıfırı silsək, bərabərdir 10 desimetr olar. Yəni, 1 metr bərabərdir 10 desimetrə. Uşaqlar, gəlin əşyaların göstərilən ölçülərini desimetrlə ifadə edək. Əvvəlcə dolabın hündürlüyünə baxaq. Dolabın hündürlüyü 2 metrdir. Biz bilirik ki, 1 metr 100 santimetrdir. Düzdür? 2 metr də bərabərdir 200 santimetrə. Biz dedik ki, santimetri desimetrə çevirəndə sonda 1 sıfırı silirik. 200 santimetrdə bərabərdir 20 desimetr olacaq. Deməli, 2 metr bərabərdir 20 desimetrə. Uşaqlar, baxaq tarın uzunluğuna. Tarın uzunluğu 90 santimetrdir. Biz bilirik ki, 10 santimetr 1 desimetrə bərabərdir. 90 santimetrdə olacaq 9 desimetr. Masanın uzunluğu 1 metrdir. 1 metr 100 santimetrdir. 100 santimetrdə 10 desimetrə bərabərdir. Deməli, 1 metr bərabərdir 10 desimetr. Uşaqlar, uzunluq vahidləri arasındakı əlaqəni barmaqlarımızdan istifadə edərək daha yaxşı yadımızda saxlaya bilərik. Təsəvvür edin ki, əlimizdə barmaqlarda uzunluq vahidləri böyükdən kiçiyə belə sıralanıb. Kilometr, metr, desimetr
santimetr və millimetr. Kilometrdən uşaqlar biz yuxarı siniflərdə sizlə tanış olacağıq. Bu il ancaq metr, desimetr, santimetr və millimetr öyrənəcəyik. Təsəvvür edin ki, bu barmaqlarımızın arası, bu 4 barmağımızın arası hər biri 10-dur. Hər birində 10 yazılıb. Bu zaman 1 metr bərabərdir 10 desimetr olacaq. 1 desimetr bərabərdir 10 santimetr. 1 santimetr bərabərdir 10 millimetr olacaq. Məsələ həlli. Uşaqlar, gəlin belə bir məsələyə baxaq. İşıqfor küçə fənərindən neçə metr alçaqdır? Gəlin əvvəlcə işıqforun hündürlüyünə baxaq. Bizdə cavabı metrlə istəyir. İşıqforun hündürlüyü 30 desimetrdir. Biz bilirik ki, 1 desimetr bərabərdir 10 santimetrə. Onda 30 desimetr neçə santimetr olar? Bərabərdir, bir sıfır artırarıq, 300 santimetr. Gəlin bu 300 santimetri indi metrə çevirək. Biz bilirik ki, 1 metr 100 santimetrdir. Deməli, 100 santimetr əgər 1 metrdirsə, 300 santimetrdə olacaq 3 metr. Deməli, 30 desimetr bərabərdir 3 metrdir. İndi isə küçə fənərinin hündürlüyünə baxaq. Küçə fənərinin hündürlüyü 500 santimetrdir. 100 santimetr 1 metrdirsə, 500 santimetrdə 5 metr olacaq. Bizdən soruşur ki, işıqfor küçə fənərindən neçə metr alçaqdır? Bunu tapmaq üçün 5 metrdən 3 metri çıxarıq. 5 metr çıx 3 metr. Bərabərdir 2 metr. Deməli, cavab işıqfor küçə fənərindən 2 metr alçaqdır. Lalə artıq bilir ki, 1 metr 100 santimetrə bərabərdir. Deməli, zürafənin boyu 500 santimetrdir. Tapşırıqlar. Video fasilə verərək tapşırığı yerinə yetirin. İndi isə gəlin tapşırığa birlikdə baxaq. Bir topda 35 metr, ikinci topda isə bundan 30 desimetr çox parça var. İki topda cəmi neçə metr parça var? Uşaqlar, bizə məlumdur ki, bir topda 35 metrdir və məlumdur ki, ikinci topda bundan 30 desimetr çox parça var. Biz əvvəlcə ikinci topda neçə metr parça olduğunu tapmalıyıq ki, sonra iki topda cəmi neçə metr parça olduğunu tapaq. Amma bundan da əvvəl nə etməliyik? Desimetri metrə çevirməliyik. Çünki birinci topda metrlə verilib. Deməli, biz bilirik ki, 1 desimetr bərabərdir 10 santimetrə. Düzdür? 30 desimetrdə bərabərdir 300 santimetr olur. 100 santimetr 1 metr olduğu üçün 300 santimetrdə 3 metr olacaq. Deməli, biz tapdıq ki, 30 desimetr bərabərdir 3 metrdir. Deməli, birinci topda 35 metrdir, ikinci topda bundan 30 desimetr çox, yəni 3 metr çox. Biz əvvəlcə gəlin ikinci topda neçə metr parça olduğunu tapaq. 35 metr üstə gəl 3 metr bərabərdir 38 metr. Uşaqlar, 38 metr ikinci topda olan parçanın uzunluğudur. Birinci top bizə məlumdur. İndi iki topda cəmi neçə metr parça olduğunu tapa bilərik. Yazarıq 35 metr üstə gəl 38 metr bərabərdir 73 metr. Deməli, cavab 2 topda cəmi 73 metr parça var. Afərin uşaqlar, əminəm ki, hər biriniz tapşırığı düzgün yerinə yetirdiniz. Video fasilə verərək tapşırığı yerinə yetirin. İndi isə gəlin tapşırığa birlikdə baxaq. Samirin boyu 9 desimetr 8 santimetrdir. Leylanın boyu isə bundan 1 desimetr 3 santimetr qısadır. Leylanın boyu neçə santimetrdir? Uşaqlar, deməli, bizə məlumdur ki, Samirin boyu 9 desimetr 8 santimetrdir. Bizdən cavabı santimetrlə soruşduğuna görə, gəlin elə əvvəlcədən 9 desimetr 8 santimetri santimetrlə ifadə edək. Biz bilirik ki, 1 desimetr 10 santimetrə bərabərdir. 9 desimetr 8 santimetri santimetrə çevirək.
9 desimetr olacaq onda 90 santimetr. Bu da 8, 98 santimetr. Deməli, bu Samirin boyudur. Leylanın boyu isə bundan 1 desimetr 3 santimetr qısadır. Gəlin indi 1 desimetr 3 santimetri santimetrlə ifadə edək. 1 desimetr 10 santimetrdir. Bu da 3, 13 santimetr. Uşaqlar, bu Leylanın boyu deyil. Bu deyir ki, Leylanın boyu bundan, yəni Samirin boyundan 1 desimetr 3 santimetr qısadır. Yəni 98 santimetrdən 13 santimetr qısadır. Onda Leylanın boyunu necə taparıq? 98 santimetrdən 13 santimetri çıxarıq. Qısa dediyinə görə çıxarıq. Bərabər. 98-dən də 13 çıxsaq, cavab eləyər 85 santimetr. Deməli, cavab Leylanın boyu 85 santimetrdir. Afərin uşaqlar, əminəm ki, hər biriniz tapşırığı düzgün yerinə yetirdiniz. Əziz şagirdlər, bugün biz sizinlə təxmini və dəqiq ölçü vahidləri haqqında danışdıq. Mövzumuzla bağlı bir sıra tapşırıqlar yerinə yetirdik. Əminəm ki, mövzumuz sizə tam aydın oldu. Növbəti dərsimizdə görüşənədək.